Bu gün biz Qaradağ rayonu Qobustan qəsəbəsi Şəhid Əflatun Aslanov adına Işıqlar Stadionundayıq. Bu videoda xüsusi minnətdarlığımızı bildirmək istəyirik Işıqlar Stadionuna maddi dəstək olaraq Işıqlar cəmaatına. Həqiqətən də son vaxtlar bu stadionun su təminatı ilə bağlı yüksək məbləğdə borcunu qarşılayıblar. Bunun özü də bir təqdirə layiqdir. Həqiqətən də sağ olsunlar. Əməyə keçən maddi olaraq, mənəvi olaraq dəstək olan hər bir kəsə öz minnətdarlığımızı bilmək istəyirəm. Qeyd edeyim də ki, sizə bu stadionda mən süjetlər də göstərdim sizə. Səhifəmdə də izləmişsiniz. Bununla bağlı biz burada stadionlarda çəkilişlər də eləmişik. Hal-hazırda bu stadionun qapıları həvəskar liqanın komandalarına ev sahiblər eləyirlər. Bundan öncə də region liqasında da ev sahibi eləyən komandalar olub burada. Bu stadiona həqiqətən də tələbat var. Son vaxtlar bu stadionun belə deyim də çox çətin acınacaqlı vəziyyətdə idi. Amma yenə də el birliyi ilə, cəmaatın dəstəyi ilə, xüsusən də Işıqlar cəmaatının dəstəyi ilə bu stadion toparlanıb. Amma yenə də hal-hazırda bu stadiona yenə də əl gəzdirilməlidir. İnanıram ki, bundan sonra, bu videodan sonra da yenidən bərpa işləri başlayar bu stadionda. İnşallah bizim bu gördüyümüz işlərlə də bağlı xeyrimiz dəyər. Yenə də sonunda dərin təşəkkürlərimizi bildirmək istəyirik Işıqlar cəmaatına ki, bu stadionu baxımsız qoymurlar, əllərindən gələni əsirgəmirlər, həm maddi olaraq, həm də mənəvi olaraq. Burada sözsüz maddiyyat da önəmlidir, mənəviyyat da önəmlidir. Yenə də öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, bundan sonra adəti qurumlar da bu işlərlə bağlı bu məsələyə yenə baxım eləyərlər, baxarlar, cəmaata da dəstək olurlar, burada oynayan komandalara da dəstək olarlar. Belə. Mən sizə video süjetlər göstərəcəm bununla bağlı, stadionun hal-hazırdakı vəziyyəti ilə bağlı. Qeyd edeyim ki, həvəskar liqanın artıq play-off mərhələsi var. Burada da bir neçə də komandalar var. Onlar da bu stadionda oynayacaqlar. Yəni, bunu deməkdə məqsədim odur ki, həqiqətən də bu stadiona tələbat böyükdür. Az öncə qeyd elədiyim kimi, şəffaflıq olsun deyə mən bu dəqiqə hal-hazırda stadiona gedən su boru xəttinin yanındayam. Belə deyim də, şəffaflıq üçün bu videonu deyirəm. Bir də qeyd eləmiş səbəbimsə, suyun çox hissəsini Işıqlar cəmaatı ödəniş edib, az miqdarda borcları qaldı da yenə də qurumlara borcla bağlı, elədir? Bəli, Işıqlar cəmaatı, yəni bir stadiona görə biraz bu su borcumuz qalmışdı, ödəniş etməmişdik. Çox sağ olsun ki, cəmaatımız, sağ olsunlar. Işıqlar cəmaatı, Allah razı olsun hər kəsdən ki, bizə dəstək oldular. Su problemimiz aradan qaldırıldı və bir də bizim rayon su idarəsi rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, çox sağ olsunlar. Bizim istəyimizi, xahişimizi nəzərə alıblar. Bizə güzəşt etdilər, su kəsimini dayandırdılar. Təmin edədilər. Təbii ki, bayaq da mən qeyd elədim, tələbat var stadionla bağlı, suyun olmaması, bir dəqiqə yay fəsli olduğuna görə böyük tələbat var suya da, həmçində stadionda keçirilən oyunlara bağlı. Düzgün vurğulayırsınız, buyurun. Bir də onu əlavə etmək istəyirəm ki, bizim burada məqsədimiz gəncləri sağlam ruhda, təbii ki, milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Hər kəs öz işini sevə-sevə görür. Sözsüz aydın məsələ. Ürək istəyən hər kəs öz dəstəyini edə bilər, əgər istəyərsə. Təbii ki, kömək olacaqlar, ümid eləyirəm. Həm də bu məsələ ilə bağlı inanmıram ki, adəti qurumlar biganə yanaşsın. Həmçində bu günə kimi Işıqlar cəmaatı bura qədər dəstək olurlarsa da, inanıram ki, bundan sonra daha da bu videolara motivasiya verəcək və yenidən stadionun bərpası ilə bağlı işlər görüləcək. Biz də indi hal-hazırda bayaq vurğuladım, stadionla bağlı hal-hazırda vəziyyəti sizlərə təqdim edəcəm. Xoş izləmələr.
yani. Yan da biraz yaxşı ver sonra ben. Ama bir yapalım olmaz. Sen bunu çek. Ama burada ben bunu ne derim? Yaxşı ver.